Qonşu 1 manatlıq dərman verdi, sakitləşdirdi. Biz 35 aptek gəldik, 250 dərman dəyişdik, xeyri yoxdur. Polik bəbək sindromu, yəni sancılı köp sindromu bütün uşaqlarda olmur. Sən yaxşı ana deyilsən, ona Südün görə sən yaxşı deyil. südün qaz yaxşı verir deyil. uşağa. Bəli. Yaxud sən ona yaxşı baxmırsan, bu niyə ağladı falan. Elə valideyn var ki, hər bir şeyə aşırı reaksiya verən valideyn. Yəni təbii ki, onun uşağı da özünə oxşayacaq, qonşuya oxşamayacaq. Quzu balası kimi yatırlar. Yəni gün ərzində gecizdirirsən, çizdirirsən, paltarını dəyişirsən. Mənim qarnımda nəsə tərpənməyib indiyənə qədər. Bu bunun diskomfort yaratmır. Gücənərək, cüzi səslər çıxararaq belə deyək, o köpü çıxarırlar, çıxarmağı bacarırlar və bunu bütün uşaqlar bacara bilər. Təsəvvür ki, bir borudur, sıxılmış vəziyyətdə qalıb 9 ay ərzində və bu boru heç vaxt işləmir. Qidanın növündən asılı olmayaraq, o qida bağırsaqda qaz qabarcıqları yaradacaq. İrili, kiçikli fərq eləmir. O qaz qabarcıqları bütün uşaqlarda olacaq. İnfantil koliklərlə mübarizə aparmanın standart bir sxemi yoxdur. Uşağın temperamentindən, xasiyyətindən çox şey asılıdır. Keysəriyyə əməliyyat olan uşaqlarda biraz başqa cür gedir proses. Amma Keysəriyyə əməliyyatından sonra uşaq birbaşa steril olduğu Bəli. halda bağırsaqları birbaşa xəstəxana ortamına dünyaya gəlir.